İmam Həsən Əskəri kimdir? İmam Həsən Əskəri o şəxsdir ki, ən qısa ömürlü imamlardan olub. 29 il ömrü eləyib. 29 yaşında Allahın lənətinə gəlmiş Abbasi xəlifə Mü'təmidin əmrinlə İmam İraqın Samirra şəhərində zəhərlənərək şəhadət məqamına ucalıb. 6 il imamlıq eləyib, imamət dövrü olub. 6 ilin 3 ilini həbsdə olub, zindanda olub. 3 il imamətlik eləyib. Bu 3 ili də o qədər kontrol altında olub ki, imkan verməyiblər imamla insanların əlaqəsi olsun. Çünki taxt, tac, məqam, post qorxusu. Ona görə deyirlər Həsən Əskəri. Əskərlər həmişə evinin ətrafını kontrolda saxlayırlar. Kim gəldi, kim getdi və ən əsası budur ki, onlar hədis eşitmişdilər. Bilirdilər ki, imamın bir oğlu dünyaya gələcək ki, zalimların taxt və tacını yerdən geçsin eləyəcək. Onlar o uşağı gözləyirdilər ki, o uşaq dünyaya gəlsin, onu qətl eləsinlər. Eyni ilə Firon. Münəccimlər demişdi, bir uşaq gələcək, səni taxtdan salacaq. Bütün uşaqları qətl elətdi ki, o uşaq ölsün. Amma xəbər yox idi ki, Allah istəyi hər şey təkmilləşdirər. Allah öz nurunu tamamlayar. İmam Həsən Əskərini şəhid elədilər. Şəhadətə yetirdilər. Bu tərəfdən də şiyələri ümidsiz elədilər. Ki, hər şey bitdi və özlərində də bir ümid yaratdılar ki, yeryüzünün höccəti yoxdur da, bir qorxu yoxdur. Onlar düşünmür ki, Allah nurunu tamamlayar, biri gedir başqası. İmam Zaman 5 yaşı var idi. 5 yaşı var idi. Atası şəhid oldu, 5 yaşı var idi. İmamın cənazəsini gətirdilər, qoydular ki, Allah buna kim namaz qılar? Çünki imamın şərt və qaydası var. İmamın namazını imam qılmalıdır. Digəri imama cənazə namazı qıla bilməz, çünki məsumdur. Məsumun namazını məsum şəxs qılmalıdır. İmam Həsən Əskəri şəhid olub. Çox insanda bilmir bunun evladı var. Çünki ağa uşağı gizlin saxladı. İmam Zaman gizlin oldu. İndi Samirrəyə gedənlər görübsə sərdab var orada. Düşürsünüz ziyarəti. Ora hansı sərdabdır? İmam orada qeybət-i suğraya gedən sərdabdır. Qeybət-i suğra imamın içindən qeybət olubdur. İmam birdən-birə cənazəyi qoydular ki, Allah buna kim namaz qılar? Birdən-birə İmam Zaman gəldi. 5 yaşı var, uşaq idi. Gəldi atasına cənazə namazı qıldı, getdi. O getdi, bu getdi. Qeyb oldu. Qeybi suğra qeybəti idi, kiçik qeybət. İmam 5 yaşında gözlərdən qeyb olur, 4 dənə naibi olur. 4 naib imamla əlaqə saxlayır. İmamla insanlar arasında əlaqə saxlayırlar. İmamın sözünü insanlara çatdırırlar. O 4-cü naib dünyasını dəyişəndə imam ona deyir ki, get cəmiyyətə çatdır, məni Allah artıq qeybəti kubruya çəkir. Böyük qeybətə gedirəm. Mən insanlardan aramda bir vasitəsi yoxdur. Hər kəs öz əməlini düzəlsə, o görər imam. İmam ondan sonra qeybəti kubruya getdi, böyük qeybəti. O 4 dənə naib ki, imamın var idi, onların 4-ünün də qəbri Bağdaddadır. Bu gecə İmam Zaman əleyhissalamın imamət və vilayətinin başlanma gecəsi. İmam Zaman əleyhissalam o qədər qəribdir ki, elə imamət vilayəti başlananlar imam qeybdədir. 2 qeybəti olur. Bir, kiçik qeybəti, ondan sonra da hal-hazırda biz qeyb dövründə yaşayırıq. İmamın böyük qeybəti devrində yaşayırıq. Allahdan bu devirdə nə istəmək lazımdır? Əməllərimizin islahını və İmam Zamanın zühurunu.